həbsxanasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, ictimai siyasi xadim Məhəmməd Əmin Rəsulzadə, İosif Stalin, SSR-nin keçmiş baş prokuroru Andrey Vyshinski və başqaları cəza çəkib. Stalin isə ümumilikdə 8 dəfə həbs olunub. Bunlardan 6-sında həbsxanadan qaçmağı bacarıb. Bayıl türməsində 8 ay cəza çəkən Koba'nın bura hələ bir neçə dəfə gətirildiyi deyilir. Bəzi əfsanələrə görə isə ona bu türmədən qaçmağa Məhəmməd Əmin Rəsulzadə kömək edib. Koba Stalin olduqdan sonra Rəsulzadəyə olan borcunu qaytarır. Əslində isə bu hadisə belə baş verir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş üzvləri təqiblərə məruz qalır. Həmin dövrdə Məhəmməd Əmin Rəsulzadə inandığı adamlarının köməyi ilə gizli şəkildə Novxanını tərk edib Xızının Qımıçı kəndinə, Seyid Zəki ağanın evinə gedir. Zəki ağa öz oğlu ilə bərabər Məhəmməd Əmin Rəsulzadəni Lağıc kəndinə göndərir. Rəsulzadəni həbs etmək üçün Novxanıya gələnlər onu orada tapmadıqlarından bütün yol boyu vağzallarda axtarışa başlamışdılar. Bolşeviklərə işləyən Əlabbas bəy, Nəsrullah bəyoğlu, Səfər bəyov, Məhəmməd Əmin Rəsulzadənin Lağıcda olduğunu əlaqədar təşkilata bildirir. Rəsulzadə təqibdən qurtulmaq üçün 17 avqust 1920-ci il gecəsi Lağıcı tərk edib Aşıq Bayram kəndinə gedərkən Bolşeviklər tərəfindən həbs olunaraq Bakıya gətirilir. 1920-ci ilin iyun ayında İranın Əncəli şəhərində yaranan İran Komünist Partiyasının siyasi fəaliyyəti Rus bolşevikləri tərəfindən müəyyən edilirdi. Həmin ilin avqust ayının sonlarında Məhəmməd Əmin Rəsulzadə ilə çox səmimi dost olan Heydər xan əmioğlu təlimat almaq üçün Bakıdaydı. Çünki o İran Komünist Partiyasının baş katibi seçilmişdi. Rəsulzadənin həbs olunduğu xəbərini eşidən Heydər xan əmioğlu dərhal bu barədə İosif Vissarionoviç Stalinə telegram vurur. Stalin vəziyyətin ciddiliyini dərk edərək Azərbaycan Respublikası İnqilabi Komitəsinin sədri Nəriman Nərimanova təcili şifroqram göndərir. Mən gələnədək Məhəmməd Əmin Rəsulzadəyə toxunmayın. Şifroqramı alan Nəriman Nərimanov xüsusi şöbənin rəisi Simon Pankratova zəng edərək İosif Stalinin əmrini ona çatdırır. Səhəri gün Mərkəzi Kommunist qəzetində Məhəmməd Əmin Rəsulzadənin Bakı təcridxanasına gətirilməsinin səbəbləri barədə Nəriman Nərimanovun açıqlaması çap olunur. Açıqlamaya görə güya Məhəmməd Əmin Rəsulzadənin təcridxanada saxlanılması onun təhlükəsizliyini təmin etmək məqsədi ilədir. Rəsulzadə ilə Stalin əsrin əvvəllərindən tanış idilər. Rəsulzadələr Stalini 2 dəfə real ölümdən, bir dəfə də sürgündən qurtarmışdı. Stalin 2 noyabr 1920-ci ildə gözlənilmədən Bakıya gəlir. Dərhal da 11-ci ordunun xüsusi şöbəsinin təcridxanasına gedir. Az sonra xüsusi şöbənin rəisi Pankratovun kabinetində Məhəmməd Əmin Rəsulzadə ilə İosif Stalinin tarixi qarşılaşması baş tutur. Stalinin əmri ilə Pankratov kabineti tərk edəndə Stalin Rəsulzadəyə tərəf gəlir. Tanış gürcü şivəsində rusca deyir: "Tanımadın, mənəm, Koba." Yəni Stalin. Məhəmməd Əmin Rəsulzadə mən Kobanı tanıyıram, Stalini yox, deyərək onunla qucaqlaşır. Təqribən 1 saata qədər ikilikdə söhbət edirlər. Stalinin sözlərindən məlum olur ki, Bakı bolşeviklərinin bir hissəsi onun güllələnməsini, bir hissəsi isə ömürlük həbs olunmasını istəyir. Təkcə Stalin düşünür ki, Rəsulzadə nə güllələnməyə, nə də ömürlük həbsə layiqdir. Rəsulzadə Stalinlə bərabər Kremldə işləməli, buradan bir yolluq getməlidir. Çünki burada qalsa İosif Stalin gedən kimi onlar bir şey düşünüb Rəsulzadəni mütləq şərləyib tutacaq, sonra da bədbəxt bir hadisənin qurbanı oldu deyə əsas gətirəcəklər. Rəsulzadə düşünmək üçün vaxt istəyir və Stalinin əmri ilə Pankratov ona ayrıca bir otaq ayırır. 9 noyabr 1920-ci ildə İosif Stalin və Məhəmməd Əmin Rəsulzadə Bakını tərk edirlər. Rəsulzadə 1922-ci ildə Stalinlə məsləhətləşmədən gizli şəkildə SSR-ni tərk edir və uzun sərgüzəştlərdən sonra 1922-ci ilin dekabr ayında İstanbula gəlir. Tərəddüd etmədən İstanbuldan onu rəsmən ölümün pəncəsindən qurtaran İosif Stalinə məktub yazır. Qeyd etmək lazımdır ki, Rəsulzadənin İosif Stalinə ünvanladığı məktubu eyni ilə 23 yanvar 1923-cü ildə Yeni Qafqaziya dərgisinin 5-ci sayında nəşr etdirməsi İosif Stalini son dərəcədə hiddətləndirmişdi.